Herkes salamlayıram, əziz və dəyərli izləyicilərim. Bugün sizinlə birlikdə hazırlaşırıq Suraxanıya, xalam oğlun ad gününə getməyə. Səhərimizi bu qəşəng dadlı, gerkulesli kaşayla açırıq. Teksturası da eynən bu şəkildə alındı. Bu arada artıq belə kasanın hamısını demək olar ki, yeyib bitirir. Sadəcə bu qədəri qalır. Bəzən onu da yeyib bitirir. İncini gəzdirməyə çıxardım. Burada belə qəşəng bizim yaşıllıqlarımızı göstərmək istəyirəm sizə. Qızıl güllər də arada belə topa-topa açır. Sonra solmağa başlayır. İnci də sağ olsun gedib hamısı olanları qopardır, atır yerə. Burada deyəsən atası harasa gedirdi. O da onun dalıyca qaçır ki, bəs mən də gedim. Atam da burada bunu bağlayır ki, getməsin də çölə. Həyətimizin də bu gözəllikləri sizə göstərməsəm olmaz. Görün necə gözəl güllər, çiçəklər, hər tərəf baxın belə qoma-qoma qızıl güllər çıxıb artıq. İncini də gördünüz də az əvvəl artıq başlayıb bu həyatdakı pləkanları həm qalxmağa, həm düşməyə. Düzü düşəndə çətinlik çəkir, mən kömək eləyirəm. Amma qalxanda daha rahat şəkildə pləkanları qalxır. Və həyətimizin keyfini çıxartmaq üçün biz demək olar hər gün, yəni hər gün olmasa da həftədə 2-3 dəfə heç olmasa samovar çay qaynadırıq. Və anamın xüsusi qulluq etdiyi bu güllərə də yenə nəzər salmanızı istəyirəm. Bizdə bu hissədən 2 dənədir. Biri üzüm tərəfdə, yəni yuxarısı üzüm olur. Digərinin də üst hissəsi çoxlu sarmaşıqlardır. Hanım eli və qızıl güllərlə. İncini də həyətdə belə çoxlu gəzdirib oynadıb yorandan sonra yatızdırırıq bu dinoyla. Sonra da balamız oyanır və burada bizimlə bərabər çay mərasiminə qoşulur. Burada ona xüsusi peçenyasını verdim əlinə ki yesin. Nənələr və mən üçümüz birlikdə çayın keyfini çıxarırıq. Və artıq İnci başlayıb fəaliyyətə, ciddi oyununu oynayır. Əsas da nənələrlə. Bu dəfə Sibin nənə çox da üz vermədi. Mən də yanıma çağırdım ki, gəl mənlə oyna. Və artıq hazırlaşırıq Səmədin ad gününə getməyə. Səmədin ad gününə getməmişdən əvvəl peçenyalarımızı belə balaca bir qaba yığdım. Bütün çaydır, yeməkdir, kaşadır, nə lazımdır, hər şeyi doldurdum çantaya. Açığı mən qonaqlığa getməmişdən öncə İncinin bütün günorta, axşamüstü yeməklərini həll edib aparıram. Adətən ac olmadığı üçün də gecə də çox ağır yeməklər yedizdirməməkdən ötürü kaşa götürürəm yanımda. Həm ac qalmasın, həm də həzmə rahat getsin və bol vitamin deposu olsun deyə. İnci də yolda elə baxa-baxa gedir ki, sanki birinci dəfədir baxır görür bu yolları. Həqiqətən yaxşı ki, bu avtokreslonu aldıq. İnciyə çox rahat oldu. Mənə daha çox rahat oldu. Baxmada uşaq qucaqda, özdə ağır uşaq və ora-bura silkələnir, ətrafa baxmaq istəyir, kəşf etmək istəyir. Artıq gəldik, çıxdıq xalamgilə. Orada Fatihin oyuncaqları və Fatihlə oynadı. Leyla da bizlə bərabər oyuna qoşulurdu. Sağ olsun, uşaqlarla oynayırdı.
Nəhayət mən də biraz rahatlıq tapıb çayımı içdim. Özə snikersinə neçə vaxtı bu şokoladın dadına baxa bilmirdim. Həqiqətən dadından ötürü çox darıxmışam. Adətən yay aylarında mən şokolad yeyə bilmirəm deyə bunu dedim. Təbii ki, qışda yəni evdən əskik olmur. Sonra belə Leyla ilə birlikdə belə qəşənglərin üzündən oynayırlar. Qızım xoşdur ki, belə məsələn mənim üzümdən də oynasın falan. Və birazdan görəcəyiniz oyuncaq var. Bundan incidə də var. Evdə sadəcə biraz fərqli formasıdır. Biz dediyim kimi yaxın vaxtlarda Temudan sifariş eləmişdik. Heç gözləməzdim ki, belə keyfiyyətli gəlsin. Və burada hətta Fatihdə olan növündə belə altın təkər də var. Əlavə ipi falan da var. İnci burada həmin oyuncağı tapdı və başladı oynamağa. Onun marağını cəlb etdi. Burada süfrədə isə xalamın hazırladığı bu təamları görürsünüz. Burada çudo, paştı, börək görürsünüz. Börəyi İnci çox sevərək yedi. Çoxlu salatlar hazırlamışdı. Pendir və zeytun tabağı da gördünüz. Mən də burada onunla bərabər o hara istəyir onunla gedirəm, onunla oynayıram ki, başı qarışsın. Nə olan deyim, bu dəfə İnci bizi şaşırtdı. Həqiqətən özünü çox yaxşı apardı və Sərfinaz nənəgil gəldi. O həmişə nənələrə aparır, soskasını verir. O da bu şəkildə geri alır, onlarla oynamağı çox sevir. Xalamın həmişə belə bir güşəsi var. Burada müxtəlif cür dibcəklər, güllər, çiçəklər olur. İstədim çəkib göstərim. Görün İncinin gözündən nə qaçmadı. Burada bu dibcəyin içində 2 ədəd top var idi, sarı və çəhrayı. Mən də getdim sarı topu yudum, təmizlədim, verdim ona ki oynatsın və indi bununla bərabər oynayacağıq. Baba. İnci, bura bax, İnci. İndi birazdan görəcəksiniz. Solda bir dənə börək qalmışdı. Tez onu apardım, verdim İnciyə ki, iştahla yesin. İçində belə tərəvəzlər, toyuq və s. olur. Həm də belə üstü də xəmirli məhsuldur deyə bildim ki, İnci bəyənəcək. Belə bəhbəhlə yedi. Mənə də lap ləzzət elədi. Həmişə belə iştahla, həvəslə nəyisə yeyəndə təbii ki, bütün anlar olduğu kimi mən də sevinirəm. Və artıq yavaş-yavaş hava qaralırdı, amma biz İnci ilə hələ də oynayırdıq çöldə. Bu dəfə çəhrayı topu da yudum. İkisini birlikdə oynatmağa başladım. Əslində həqiqətən onunla oynayanda bu dəfə çox keyf aldım, çox həzz aldım. Çünki dediyim kimi artıq o ağladığı, bütün günü qışqırdığı günlər geridə qalıb. Düzdür, bəzən belə arada nəyisə naz eləyir, amma yenə də biz birləşib, birlik olub onu sakitləşdirməyə və onu razı salmağa çalışırıq.
Burada isə artıq yola düşdük və gəldik, çatdıq evə. İndi isə evdəyik və bir-bir çantaların hamısını boşaldıb yerinə yerləşdirəcəm. Əlavə olaraq İncinin gecə azuqələrini düzəldəcəm, suyun, yeməyin falan. İndi burada görürəm ki, xalam maşallah o qədər çox pay qoyub ki, yəni çox məhcup olduq həqiqətən. Heç bu qədər gözləmirdim. Allah hamının evin ruzi bərəkətli eləsin. Hə, bir də İncinin ayaqqabılarını yudum. Neçə vaxtdır ki, hatta 3 gün olar yəqin ki, yumurdum. Nəhayət yudum, təmizlədim, rahatlaşdım. Xalam oğlun ad gündə çox gözəl keçdi. Buradan ona bir daha təbrik edirəm. İnşallah həmişə ailəsinin başının üstü olsun. Həmişə canı sağ olsun. Övladına xeyir günlərin görsün. Daha çox övladlar olsun. Günayla həmişə xoşbəxt olsunlar inşallah. Bir də belə bir məhsul kəşf eləmişəm. Yumiko'da bu endirimdə idi. Çox uyğun qiymətə aldım. 40 millidir, amma yəni çox uzun gedər də bu, bəlkə də 2 il işləyərəm mən bunu. Belə 50 SPF-dir, rəngi də yəni açıq rəngdir, amma bir tık başqa tonal kremlərlə qatıb tüdləşdirəcəm və istifadə edəcəm. Bu həm tonal krem gedir, həm də SPF-dir, yəni güclü qoruyucu, Biodermanındır. Həm marka çox qəşəngdir, həm də məhsul. İndi inşallah yaxın günlərdə bununla makiyaj edib göstərəcəm sizə.